1997-ci ildə İstanbulda yaradılan D8 sürətlə inkişaf edən böyük ölkələrin bir araya gəldiyi strateji əməkdaşlıq platformasına çevrildi. Məqsəd sadə idi: birlikdə daha güclü olmaq, iqtisadi imkanları genişləndirmək və qlobal qərar vermədə daha böyük söz sahibi olmaq. D8 inkişaf etməkdə olan ölkələrin səsini gücləndirən, 2 milyard insanın yaşadığı ölkələri birləşdirən iqtisadi platformadır. Gələcəkdə milli valyutalarla ticarət, texnoloji əməkdaşlıq, gənclər proqramları və regional layihələr təşkilatın əsas prioritetləri olacaq. Bu yeni dövrdə Azərbaycan D8-in tərkibində mühüm rol oynayacaq. Enerji ixracında liderlik, tranzit imkanları, rəqəmsal iqtisadiyyatdakı inkişaf və diplomatik fəallıq Azərbaycanın təşkilat üçün açdığı yeni imkanları daha da artırır. 21 noyabr 2025-ci il. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi mövzusunda D8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb. Azərbaycan D8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Bugünkü forum dost ölkələrin, media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.